Bunu hazırda post-münaqişə dövrünün reallıqları da dikt eləyir. Yəni biz işğalın nəticələrini aradan qaldırmaqla məşğuluq. Onların bir istiqamətdəki sülhün, de facto sülhün dayanıqlı sülhə çevrilməsidir. Dövlətlər arası münasibətlərin normallaşdırılmasıdır, yolların açılması və ehtimad quruculuğu məsələsi. Çox vacib faktordur. Və onların içərisində də bəlkə də ən çətini və uzun zaman tələb edən ehtimad quruculuğu məsələsidir. Çünki burada insanlar arası münasibətlərdən söhbət gedir. İki cəmiyyət arasında, iki xalq arasında. Çünki yaralar kifayət qədər dərindir. Xüsusilə bizə qarşı törədilən soyqırımlar, ərazilərimizin tarmar edilməsi, maddi mənəvi sərvətimizə vurulan ziyan. Amma bununla belə Cənab Prezident də vurğuladı və Azərbaycan müdriklük göstərərək, uzaq görən bir siyasət irəli sürərək uzun müddətli münaqişə vəziyyətində olmağın mümkünsüzlüyü amilindən çıxış edərək Ermənistana sülh əlini uzatdı və ötən ildə sülh ili kimi tarixə düşdü. Yəni dönüş yarandı və 2026-cı ildə biz açıq qalan məsələlərin həyata keçirilməsini gözləyirik. Ki, sülh sazişinin imzalanmasıdır, bunun üçün Ermənistan konstitusiyasında dəyişiklik və yaxud da ki, dəhlizlə bağlı o tikintinin başlaması və ehtimad quruculuğu məsələsinin dərinləşdirilməsi və mən bir məsələni müqayisə eləmək istəyirəm. Bu günlərdə bir məqalə, belə müqayisəli təhlil nəticəsində mən bunu gördüm. Biz beynəlxalq o təhlil nəticəsində müqayisə ilə öz uğurumuzu zaman keçdikdə də daha dərinliyə dərk edir. Bu da iki Koreya arasında olan bir məsələdir. Mən nəyə vurğulamaq istəyirəm? Deməli, 45-ci ildə Birləşmiş Ştatlarla SSR-i 38-ci paraleli çəkdilər. 50-ci ildə müharibə başladı. 53-cü ildə bu paralel, bu təməz xətti, bu status quo faktiki ömürlük bir vəziyyətə çevrildi. Koreya, Cənub Koreya bugün G20-də yer alan bir dövlətdir. İqtisadi gücü, hərbi gücü, onların hərbi təyinatlı məhsulların ixracında da bazarda çəkisi var və s. Amma o geosiyasi vəziyyəti, hansı ki onları barışdırıblar status quo və təməz xəttinə, dəyişə bilmədilər. Hətta Almaniyanın birləşməsindən sonra Cənubi Koreya başqa alətlərdən istifadə edir. Yenə mümkün olmadı. Geosiyasi vəziyyət, yaranmış vəziyyət. Yəni, mən bunu regiona tətbiq eləyəndə bizi də nəyinsə barışdırmaq istəyirdilər. Status quo, hətta onun möhkəmləndirilməsi xidmət edən bir ATƏT Minsk qrupu adlı mexanizmlə yaratmışdılar və s. Və Azərbaycan prezidentinin o strateji baxışlarına bu vəziyyət dəyişib. Yeni geosiyasi reallıq yaranıb. Yerdə qalanları sülhə xidmət edən faktorlardır. Ona görə biz hesab edirik ki, Ermənistan tərəfi də bu istiqamətdə o ciddi addımları atmaqda davam edəcək.